Əziz müəllimlər və şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə sifətin dərəcələrini izah edəcəyik. Biz bilirik ki, sifətin 3 dərəcəsi var. Adi dərəcə, azaltma dərəcəsi və çoxaltma dərəcəsi. Adi dərəcə biz bilirik ki, əlamət və ya keyfiyyətin normada olduğunu göstərir və adi dərəcənin heç bir morfoloji əlaməti yoxdur. Bunu da yadınızda saxlayın ki, hansı bir sifət əgər azaltma dərəcəsində və ya çoxaltma dərəcəsində deyilsə, biz onu adi dərəcədə götürürük. Və bu fikri də yadınızda saxlayın ki, bütün sözləri biz 3 dərəcənin içində də işlədə bilmərik. Yəni, elə sözlərimiz var ki, yalnız adi dərəcədə işlənir, yəni nə azaltma, nə çoxaltma dərəcəsində işlənə bilməz. Sonra azaltma dərəcəsi. Azaltma dərəcəsini biz iki yolla düzəldə bilərik. Bir, morfoloji üsulla, bir də sintaktik üsulla. Morfoloji üsulla biz bilirik ki, şəkilçilər vasitəsindən düzəldirik. Sintaktik üsulla isə sözlər vasitəsindən azaltma dərəcəsi düzəlir. Morfoloji üsulla yanız, ımtıl, ımtıraq, ımsov, sov, şın, raq, rək. Bu şəkilçilər vasitəsindən azaltma dərəcəsini düzəldirik. Bunlara aid də misal deyək. Misal üçün qarayanız, sonra sarımtıl, uzunsov, sarışın və s. Sintaktik üsulla sözlər vasitəsindən yaradırdıq. Ala, açıq, təhər, kəm, az. Bu sözlər vasitəsindən biz azaltma dərəcəsini sintaktik yolla yaradırıq. Ala açıq defislə yazılır. Təhər kəm bitişik yazılır. Az isə sözdən ayrı yazılır. Bunlara aid də misallar deyək. Ala sözünə məsəl üçün ala çiy. Sonra açıq, mavi. Bir də burada nəyə diqqət yetirməliyik biz? Demək, dərəcələri tapdığımız zaman, axtardığımız zaman biz özünün sonraki gələn sözə diqqət yetirməliyik. O söz mütləq sifət olmalıdır. Yəni, bu əlamətlərdən hansısa birini biz başqa nitq hissəsinin yanında görəriksə, biz orada azaltma dərəcəsi var deyə bilmərik. Mütləq sifətdən əvvəl işlənməlidir. Və yazılışına görə də bax bu formada yazılmalıdır. Yəni, ala açıq defisdə, təhər kəm bitişik, az isə ayrı yazılmalıdır. Demək, biz burada diqqət yetiririk. Çiy sözü də, mavi sözü də nitq hissəsi olaraq sifətdir. Və defisdə yazılmışdı. Demək, bu sözlər azaltma dərəcəsində olan sifətlərdir. Davam edək. Sonra açıq sözü. Bəzən ola bilər açıq sözü, ala sözü başqa nitq hissələrindən əvvəl işlənər. Bu zaman dərəcələnməz. Gəlin buna aid də misal deyək. Misal üçün ala-bula, sonra ala-göz. Açıq sözünə də aid deyək. Misal üçün açıq qapı da deyə bilərik. Sonra açıq çay da deyə bilərik. Demək, bu sözlər biz azaltma dərəcəsindədir deyə bilmərik. Nəyə görə? Gəlin izah eləyək. Ala sözü bula sözündən əvvəl işlənmişdir. Bula sözü də ayrılıqda bir məna kəsb eləməyən sözdür. Bu söz demək, bir tərəfə ayrılıqda işlənə bilməyən mürəkkəb sifətlərə aiddir. Yəni, bu söz mürəkkəb sifətdir və adi dərəcədədir. Nəyə görə? Çünki bula sözü ayrılıqda bir məna kəsb eləmir. Demək, bu söz adi dərəcədə olan mürəkkəb sifətdir. Sonra ala-göz sözündə, göz sözü burada nitq hissəsi olaraq isimdir.
Və biz dedik ki, başqa nitq hissələrin dərəcəsi olmaz. Ona görə də göz sözü isim olduğuna görə biz orada azaltma dərəcəsi var deyə bilmərik. Burada da yenə alagöz sözü adi dərəcədə olan sifət. Sonra davam edək. Açıq sözü qapı sözündən əvvəl gəlib, çay sözündən əvvəl gəlib. Demək, hər ikisi nitq hissəsi olaraq isimdir və buna görə də biz burada azaltma dərəcəsi var deyə bilmərik. Sonra davam edək. Təhər və kəm sözləri bitişik yazılırdı. Bunlara da aid misallar deyək. Misal üçün, sarı təhər. Sonra kəm şirin. Demək, burada da yenə diqqət yetiririk. Sarı sözü də, şirin sözü də hər biri sifətdir və azaltma dərəcəsi yaranıbdır. Bunlara da aid istisnalar var. Onlara da aid misal demək istəyirəm. Demək, kəm ağıl, kəm savad, demək, bu sözlərdə də biz yenə nəyə diqqət yetiririk? Ağıl sözü və savad sözü nitq hissəsi olaraq isimdir və ona görə bu sözlərdə mürəkkəb sifətdir və adi dərəcədədir. Yəni, bu söz mürəkkəb sifətdir və adi dərəcədədir. Sonra az sözü yenə də sifətdən əvvəl işlənərək azaltma dərəcəsini yarada bilər. Misal olaraq, az şirin. Az şirin yenə də şirin sifətdir və azaltma dərəcəsində işlənmişdir. Ancaq az sözü digər nitq hissələrindən əvvəl gələrsə, bu zaman dərəcə əlaməti yaratmaz. Misal üçün, az kitab, sonra az oxumaq, yenə də burada nəyə diqqət yetiririk? Kitab sözü isimdir, oxumaq sözü feildir. Bu zamanda burada azaltma dərəcəsi var deyə bilmərik. Sonra keçək çoxaltma dərəcəsinə. Çoxaltma dərəcəsini də yenə həm morfoloji üsulla, həm sintaktik üsulla yarada bilərik. Morfoloji üsulla ca ədatı vasitəsilə, sonra m, p-rısı samitləri ilə, bir də abbaq ünsürünün köməyi ilə çoxaltma dərəcəsini morfoloji yolla yarada bilərik. Ca ədatı ilə, misal üçün, yaxşıca, misal olaraq deyə bilərik. M, p-rısı samitlərinə sözün ilk heycasına m, p-rısı samitlərini artırmaqla düzəldirik. Misal üçün, sapsarı, sonra qapqara, gömgöy və s. Abbaq sözündə ağ sözünü artıraraq ağ-abbaq misal üçün deyə bilərik. Burada nəyə diqqət yetiririk biz? Abbaq ünsürünün köməyi ilə yaranan sözləri bəzən sintaktik üsulla yaranmış kimi götürürlər. Bu tamamilə yanlış fikirdir. Abbaq ünsürünün köməyi ilə yaranmış çoxaltma dərəcəli sifət morfoloji üsulla yaranmış sayılır. Bunu yadınızda saxlayın. Sonra keçək sintaktik üsulla. Sintaktik üsulla ən lap daha olduqca çox ədatlarının vasitəsindən, düm hissəciyindən, zil sözündən, bir də tünd sözündən yarada bilərik çoxaltma dərəcəsini sintaktik üsulla. Demək, burada yenə də bu ədatlar diqqət yetirməliyik ki, sifətdən əvvəl işlənməlidir. Sifətdən əvvəl işləndiyi zaman çoxaltma dərəcəsini yaradır. Ayrı yazılır və sözə ayrı yazılır. Sonra düm hissəci sözə bitişik yazılır. Misal üçün, dümağ. Bir də burada nəyə diqqət yetiririk? Bəzən testlərə salırlar və uşaqlar bunu səhv edir. Dümdüz sözü morfoloji yolla yaranmış çoxaltma dərəcəsidir. Ancaq bunu bəzən
Testlərdə səhv salırlar. Düşünürlər ki, düm hissəciyin vasitəsindən yaranmışdır və sintaktik üsulla yaranmış çoxaltma dərəcəsidir. Bu tamamilə yanlış fikirdir. Dümdüz sözü elə bil sözün birinci hecasına mıpırısı artırmaqla düzələn çoxaltma dərəcəli sifətdir. Dümdüz, yəni bu samitlərin vasitəsindən yaranmış sayılır. Ona görə də morfoloji üsuldur. Dümmaq isə sintaktik üsul sayılır, düm hissəciyin köməyindən yarandığına görə. Zil sözü sözə ayrı yazılır, zilqara misal üçün. Tünd sözü defislə yazılır, tünd qara, tünd göy və s. Burada da nəyə diqqət yetiririk? Çox sözü uşaqları bəzən çaşdıra bilir. Nəyə görə? Çox sözü sifətdən əvvəl işləndiyi zaman ədat olur və çoxaltma dərəcəsini yaradır. Digər nitq hissələrindən əvvəl gəldiyi zaman biz orada çoxaltma dərəcəsi var deyə bilmərik. Misal üçün, çox insan, sonra çox oxumaq, bir də çox gözəl. Biz burada diqqət yetirək. Çox sözü sifətdən əvvəl işlənmişdir və ona görə burada çoxaltma dərəcəsini yaradıbdır. Çox sözü burada isimdən əvvəl işləndiyinə görə saydır. Yəni, ədat deyil və çoxaltma dərəcəsi yaranmayıb. Sonra burada çox sözü feildən əvvəl işləndiyinə görə zərfdir. Yenə də burada çoxaltma dərəcəsi var deyə bilmərik. Dərsimiz bu qədər. Əgər dərsim sizə faydalı oldursa, izahım sizə faydalı oldursa, videonu bəyənməyi, abunə olmağı da unutmayın. Sağ olun.